malik olsa da, bu zavodların istehsal etdiyi məhdud sayda və natamam hərbi sursatlar isə başqa ölkələrə, oradan SSR-nin ümumi cəbbəxanasına göndərilirdi. İndiki Azərbaycanın hərbi sənaye kompleksinin özlüyü isə 20-ci əsrin 70-ci illərindən sonra qoyulur. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə müdafiə təyinatlı elmi və istehsalat müəssisələri yaradılır. Amma 1982-ci ildən sonra, yəni Heydər Əliyevin Bakını tərk edib Moskvaya rəhbərliyə getməsindən sonra bu sahədə geriləmələr başlayır. 1987-93-cü illərdə bu zavodların çoxu fəaliyyətini dayandırır. Avadanlıqları dağıdılır. Nəticə özünü istiqlaliyyətimizin ilk illərində 1-ci Qarabağ müharibəsini göstərir. Cəbhədə silah-sursat çatışmır, o dövr üçün ordunun malik olduğu köhnə və nasaz hərbi texnika savaş meydanında yolu yarımçıq qoyur, içkiləri artırır, bütövlükdə ölkənin müdafiə qabiliyyətini zəiflədirdi. Əvəzində hərbi sənayesi iflic vəziyyətində olan ölkənin silah-sursat, hərbi texnika istiqamətində xarici dövlətlərdən asılılığı güclənirdi. Effektiv işləməyən bu yol iqtisadiyyatı çöktürür, yeni ərazi və canlı qüvvə itkilərinə rəvac verirdi. Ölkə daxilində yalnız 16 lüləli qrat qurğusu yığılırdı ki, onun da nişangahı yox idi. Tələbat ödənilmirdi. Uçevni avtomatdır, atırsan, iynəsi içindən pistonla, kilizlə bir yerdə çıxıb gedir. Bax. Firma qaynatsan, cılıq dağılır. Elə qaynan yerlərə gedirik, canım üç adamı diri tuturlar. Bu da atmır. Bax, indi bununla mən nə edeyim? Olmaz axı, qurban olum sağ. Belə olmaz axı. Buran atamıyorsun, 2 dənəsini atmışıq, partlamayır. Dünən gecədə ikisini atmışıq, partlamayır, üçüncü partlayır. Gündür ikisini atmışıq, partlamayır, üçüncünü atmışıq, üçüncü partlayır. Bir dənə sınariyyat vermirlər. Sən gedir erməniylə rəqa döyüşürəm, o mənə sınariyyat vermir adam. Silahla təmin eləsin, bizə heç kimin nə yardım lazımdır, nə kömək lazımdır, nə bizə heç kəs lazım deyil. Amma bu həm də o Azərbaycanlılar idi ki, çox da uzaq olmayan keçmişdə ilk Sovet raketləri üçün bərk, qatılaşdırılmış raket yanacaqları icad edir, 2-ci Dünya müharibəsi illərində tanklarda, aviasiyada yanacağın donmasının qarşısını almaq üçün ixtira etdiyi aşkarlara görə 1-ci dərəcəli Stalin mükafatına layiq gördürüldülər. Beləliklə, Azərbaycan 1-ci Qarabağ müharibəsini qanı, canı və torpağı bahasına yaşadı. Ərazilərinin 20%-i bugün də işğal altındadır. Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi bir şəraitdə ölkə hərbi sənaye kompleksini yenidən qurmaq haqqında düşünürdü. 2003-cü ildə hərbi sənaye kompleksinin inkişafı ilə bağlı dövlət proqramı qəbul olundu. Cəmi 2 il keçəcəkdir ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması barədə qərar veriləcəkdir. Nazirlik yaradılan zaman texnoloji avadanlıqların, əsas kommunikasiyaların 85%-i yararsız vəziyyətdə idi. İndi isə Azərbaycanda heç vaxt olmayan qədər 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir. 30 istehsalat sahəsi yaradılıb. Bu isə tamamilə başqa səviyyədir. Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 2006-cı ildə 55 idisə, 2007-ci ildə 213, 2008-ci ildə 300, 2009-cu ildə 350, 2010-cu ildə isə 412-yə çatıb. Ümumilikdə Müdafiə Sənayesi Nazirliyində 598 çeşiddən məhsul istehsal olunur ki, bunda cəmi 186 mülki, qalanları hərbi təyinatlıdır. İstiqlal. Azərbaycanın ilk milli atıcı silahı belə adlanır. Bu snayper tüfənginin istər mexaniki, istərsə də optik nişangahı 2000 metr uzaqlıqdakı hədəfi dəqiq nişanlamaqla darmadağın edir. Onu yerinə yetirdiyi döyüş funksiyalarının çeşidi çox böyükdür. Hətta dənizdə üngül gəmilərlə də mübarizə aparmağa qadirdir. Çapı 14,5 mm olan bu tüfəngdə müxtəlif növ gülləli, zirehtelən yandırıcı iz buraxan, ani təsirli yandırıcı gülləli patronlardan istifadə etmək mümkündür. Dünyanın silah istehsalçılarını heyran qoyan əfsanəvi İstiqlal snayper tüfəngi budur. Azərbaycan istehsal olan bu snayper tüfəngini elə Azərbaycan istehsal olan patronlarla atırır. Yağmur, palçıq, qar və toz təsirində davamlı İstiqlal mənfi 50 və müsbət 50 dərəcə temperaturlarda belə sərrast atış aparmağa qadirdir. Bu silah taktiki texniki xüsusiyyətlərinə görə həmin də bölgələrində, həm də NATO ordularında istifadə olunan analoglarını geridə qoyur. Təkcə onu demək kifayətdir ki, İstiqlal dünyada məşhur, bu bazarda çoxdan rəqib tanımayan Cənubi Afrika Respublikasının istehsalı olan MTV 14,5-i.
xeyli üstələyir. Azərbaycanın ilk milli atıcı silahı olan İstiqlal snayper tüfənginin yeni versiyası hazırlanıb. Onun çapı 12,17 mm-dir. Əgərləri torpaqlarımızı danışıqlar yolu ilə azad edə bilməsək, hərb yolu qaçılmazdır. Təbii, Müdafiə Sənayesi Nazirliyi tək bu gün yox, yarandığı ilk gündən bu istiqamətdə öz işlərini görür. Əgərləri müharibə başlayarsa, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ordumuzu və digər qoşun birləşmələrini bütün atıcı, artilleriya silahları, döyüş sursatları ilə, hərbi texnika ilə təmin etməyə qadirdir. Artıq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində döyüş patronları da buraxılır. Bunun üçün bütün şərait yaradılıb. Sonra Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun birləşmələri yerli istehsal olunan milli patronlarla tam təmin olunacaq. Artıq bu patronların seriyalı istehsalına başlanılıb. Müharibə başlanacağı təqdirdə isə bu patronlar Azərbaycan torpaqlarının azad olunmasında istifadə olunacaq. Azərbaycan istehsal olan döyüş patronları yüksək keyfiyyəti və dözümlüyünə görə fərqlənir. Patronlar NATO standartlarına tam uyğundur. Yaxın gələcəkdə isə istehsal olunan məhsulların çeşidləri və sayı daha da artırılacaq. Bu məqsədlə kompleks işlər həyata keçirilir. Son texnologiya, son nailiyyətlərindən əldə olunmuş ən yeni sürsat növləri istehsal olunur ki, bunlar da beynəlxalq standartlara cavab verir və demək olar ki, uzun müddət öz tarixi ilə, öz istehsalı ilə fəxr etmiş bəzi müəssisələrdən öz göstəricilərinə görə irəli getmişdir. İstifadə olunan bütün sürsatlar Azərbaycan ordusuna lazım olan başqa dövlətlərin asıllığını tam aradan qaldırmış və Azərbaycan ordusuna, Azərbaycan güc strukturlarına lazım olan bütün növ silah, sürsat istehsalını tam həyata keçirmişik. İstehsal etdiyimiz məmulatlardan, külli istehsala buraxılanlardan başqa əlavə yeni sürsatların istehsalı nəzərdə tutulmuş, silahlanmaya lazım olan bütün sürsat növlərinin istehsalı başa çatdırılacaqdır. Azərbaycan istehsal olan hərbi təyinatlı məhsullar praktik istifadədə özünü tam doğruldur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 56 qumbara atanlar üçün qumbaraların yığılması prosesini müşahidə edirik. Az sonra müəssisədə hazırlanan təsirsiz maddə ilə doldurulmuş qəlpəli qumbaralı atəş yığımları sınaqdan keçiriləcək. Hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində hazırlanan 40 mm-lik inert təsirsiz maddə ilə doldurulmuş qəlpəli qumbaralı atəş yığımının sınaqları keçirilir. Bu qumbara atəş yığımı təlim atışlarını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində hazırlanmış təlim atışlarını keçirmək üçün 30 mm-lik inert